Və məsələn astrologiyadan deyəcəm, çox üzr istəyirəm. Mən bu yaxınlarda bir filmdə izlədim. Qərbi Afrikada Dagon adlı bir tayfadır. Bunlar yaşayırlar. Özlərini Siriusdan gəlmiş insanlar hesab edirlər və çox maraqlıdır ki, bunlar 5 milyon öncədən bu tayfanın insanları Sirius ulduzu barəsində hər şeyi bilirdilər. Yarıçılpaq gəzən tayfa üzvləridirlər. Müasir sivil dünyadan çox Göydə ən parlaq ulduzdur. Onun haqqında hamı bilir. Amma peyklərinin sayına qədər qəbili insan o necə bilə bilərdi? O qədər peyklərinin ətrafında onun hansı dəqiqliyi ilə döndüyü, ilin hansı vaxtında daha parlaq göründüyü, bunların hamısını araşdırıb biliblər. Ümumiyyətlə, çox sadədir. Belə mürəkkəb gəlsə də çox sadədir. Amma məsəl üçün, günəş qoroskopu deyirlər. Şumerlər yaradıb, zodiak Şumerlər vaxtında yaradıb, 4500 il bundan əvvəl. Onlar necə hesablayıblar ki, günəş hansısa bürcdədir. Ümumiyyətlə 12 dənə bürc günəşin getdiyi, günəşin və ayın keçdiyi yolun üzərində durub 12 dənə bürc. Ümumi 88 dənə bürc var, gözlə görünə biləcək 6000-ə yaxın ulduz var. 3000-i cənub yarım kürəsində görsən, 3000-i də şimal yarım kürəsində görsən. Eyni zamanda da bürclərin bir hissəsi Azərbaycanda ümumiyyətlə görsənmir, ancaq məsələn Avstraliyada, məsələn Cənubi Amerikada falan da orada görsənə bilər. Günəş çıxanda, çıxmamışdan əvvəl ulduzları görürlər, bürcləri tanıyırlar. Bilirlər ki, günəş hal-hazırda bu bürcdədir və hər gün hesablayırlar. Deyirlər, aha, ayın 20-si bu artıq bu birisi bürcə keçdi, yazıblar ayın 20-si. Və indi də bürcləri açanda, Lüboy astroloji kitabda görürsə, ayın 20-sindən 20-sinə, 21-dən 21-dən məsələ ondan gedir ki, o 4500 il bundan öncə olub və ulduzlar səmada daimi hərəkətdədirlər. Bizim həyatımız bəs etmir onun hərəkətini hiss etməyə. Çünki çox uzaqdadır ulduzlar. Amma 4500 il ərzində o qədər dəyişiklik baş verir ki, o tarixlər tamamilə dəyişib. O tarixlər fərqlidir. İndi artıq 13-cü bürcdə var. O günəşin yolunun üstündə olan 13-cü bürcdə var. İlan daşıyan bürcüdür. İlan tutan. İlan tutandır, ilan daşıyandır. Demək bu bürc deyil, həqiqətən o bürc var. O bürc, bilirsiniz necədir? Günəşin yoludur. Biz görmürük o ulduzları gündüz vaxtı. Ancaq onu batanda günəş və ya çıxanda biz bilirik ki, aha bu bürcün yarısı buradadır, demək o bürcün içindədir. Başa düşürsünüz nə deməksə? Və bütün planetlər də, bütün ay da falandır, o bürclərin üzərindən hərəkət edir. Ona görə onlar heyvanlar adı qoyublar, belə şey deyiblər ki, İndi artıq 13-cü bürcümüz demək ki var ilan bürcü. İndi soruşursan ki, mən şəxsən neçə dəfə məsəl üçün bu işlə maraqlı sorğu aparmışam. Deyir ki, məsəl üçün mən filan bürcəm, mənim xəsiyyətim ona uyğun gəlir. Açıram, deyirəm ki, astronomiya şeyidir, proqramıdır. Sən anadan olanda günəş başqa bürcdə idi. Çünki sürüşü baxı, sizin əlinizdəki olan məlumat 4500 il bundan qabaq olan məlumatdır və təsəvvür edin ki, dünyada 8 milyard insanı 12 xəssiyyətə bölürsünüz. Mümkündür elə bir şey. Hər bir insan unikaldır. Bəlkə yaradıcı üçün bu qruplaşma vacib idi, bilmirəm. Bu, özdəki astroloji mətnlərə baxın. Sizi bugün filan şey, o istənilən adama, yəni o xüsusi psixoloji mətnlər var ki, hər bir insan orada özünə uyğun olan şeyi götürür. Uyğun olmayan alınmadan indi bu dəfə tutmalı. Tuta bilər, ola da bilər, olmaya da bilər. Orada həmişə elə yazılıb. Çünki astrologiya ümumiyyətlə yaranıb qədimdə, bəli, insanlar fikirləşirlər ki, bu ulduz bizə təsir eləyir. Fikir verin, bəşəriyyət yaranandan Tanrı insan ağıllaşdıqca mürəkkəbləşib. Əvvəlcə insan Tanrını ağaca deyirdi ki, ağac Tanrıdır, bitkiyə deyirdi. Sonra ağıllanandan sonra başa düşür ki, bu sadəcə ağacdır. Nəyi idarə edən qorxur, nəyi idarə edə bilmirsən, ona Tanrı deyirdi. Küləyə Tanrı deməyə başladı, dənizə Tanrı deməyə başladı. Ağıllandıqca Tanrı mürəkkəbləşdi, ağıllandıqca Tanrı mürəkkəbləşdi, uzaqlaşdı. İndi istənilən dindar adamdan, dini insandan Allahın təfririni soruşsan, deyə bilməyəcək nədir? İzah eləyə bilməyəcək. Çünki izah olunmaz bir şeydir Tanrı. Həmişə də elə olub. İndi vaxt keçib, astrologiya yerini astronomiyaya verib. İnsanlar başa düşüb ki, biz kainatda yaşayırıq. Galileydir, Giordano Bruno'dur, Kopernikdir. Bu cür alimlər bizim dünyaya baxışımız, Newton'dur, bizim dünyaya baxışımızı dəyişib və başa düşmüşük ki, o 10.000 işıq ili uzaqlıqda olan ulduzun mənə təsiri ancaq onun düşdüyü işıq ola bilər. Mənim xəsiyyətimə, biz kainatda heç bir şeyik.
Zərrədən də kiçik. Məşhur Carl Sagan astronomiyanın məşhurlaşdıran bir alim idi. O bir kosmik zondun, səhv eləmirəmsə, Voyager kosmik zondu 80-ci illərdə Saturnun yanından uçanda xahiş elədi NASA-dan ki, bir çönün orada yerin şəklini çəkin, görün yer necə görsənir oradan. Və Voyager'ın kameralarını çöndərdilər yerə qarşı və orada şəkil çəkilib. O şəkil internetdə var. Pale Blue Dot, mavi nöqtə də, belə solğun mavi nöqtə. Onun adına bir kitab da yazıb. Balaca bir nöqtə boyda yer kürəsinin şəklini çəkib. Deyir ki, yəni siz dünyada bütün tanıdıqlarınız, tanımadıqlarınız, bütün anadan olan insanlar, sizin düşmənlər, sizin dostlar, bütün biliklər hamısı bu nöqtənin içindədir. Təsəvvür edirsiniz? Yəni kainat o qədər böyükdür ki, ona hansısa planet bizdə gəlib falan Əhmədin şeyinə xəsiyyətinə təsir eləyəcək, belə bir şey yəni cəfəngiyatdır. Elm deyil və bir dəqiqə üzr istəyirəm, çox üzr istəyirəm. Əgər siz astrologiya elm deyilsə, bir dənə elmi müəssisə göstərin, hansı ki elm olaraq universitetdir, nə bilim, hansısa bir institutdur ki, desin ki, biz astrologiya ilə məşğuluq və diplomu veririk. Yoxdur elə bir şey, cəfəngiyat.